Diqqətlə qulaq asın. Sual belədir. Böyüyəndə yaxşı iş tapmağa nə kömək eləyər sizcə uşaqlar? Məhəmməd Əli, variantın var? Bəli. Xarici dilləri öyrənərəm. Niyə ağlımıza gəlmədi? Cahan? Və çox beş almaq. Çox beş almaq. Çox sağ ol. Şəlalə? Vaxtında ananın və müəllimənin sözünə qulaq asmaq. Kamal axır ki, nəsə. Razılaşdıq. Görürsünüz, indi o variant desəniz, bu variant olmayacaqdı. Əla, uşaqlar, çox yaxşı iştirak edədiniz. Çox yaxşı oyun oynadınız. Təşəkkürümüzü bildiririk və sizi buradan əliboş yola salmırıq. Hədiyyələrimiz var. Təqdim edək uşaqların hədiyyələrini. Uşaqlar, sizə Kid Mood'dan çox qəşəng oyuncaqlar, hədiyyələr təqdim olunub. Açıb baxa da bilərsiniz. İstəyirsiniz, yoxlayın bir baxın, görün. Xoşunuza gələn, gəlməyən, nəsə olsa xəbər eləyin bizə. Çıxarıb baxa bilərsiniz. Yerə qoy. Məhəmməd Əli, şokdasan deyəsən. Çox xoşuna gəldi. Bəyəndin, Cahan? Çox bəyəndim. Ay, Stitch. Deyəsən, bəyənirsən, hə? Ən sevdiyim çizgi filmdir. Ay, nə maraqlı. Bax, çox sevindik. Qəşəngdir. Şəlalə, sən necə bəyəndin? Bəli. Kid Mood'a təşəkkürümüzü bildirir. Uşaqları sevindirdiyinə görə, gözəl hədiyyələr təqdim etdiyinə görə. Uşaqlar, sizə təşəkkürümüzü bildirir gəldiyinizə görə, yaxşı iştirak etdiyinizə görə. Yenə çağırsaq daha doğrusu, gələrsiniz? Bəli, 100%. Bizə görə, yoxsa hədiyyələrə görə? Sizə görə. Çox sağ olun uşaqlar. Onda görüşərik. Hələlik. Sağ olun.